Bürcülər, dolça əkizlər, tərəzi bürcülərinin 6 oktyabrdan 13 oktyabra doğru nələr gözləyir? Birinci dolçalardan başlayaq. Əslində dolçalar bu həftə o qədər tamamlanmağa çalışacaqsınız. Bütün yarımçılıqları aktivləşdirməyə çalışacaqsınız. İstəyəcəksiniz ki, bütün nə yarımçıq işləriniz var, hamısını zaman çərçivəsində doğru bütövləşdirəsiniz. İçinizdəki hiss və emosiyaların aktivləşməsi və qərarsızlığınız, bilirsiniz necə, bu həftə sanki beyninizi işə sala bilməyəcəksiniz. Bu həftə sevgi, şəxsiyyət olaraq, emosiyalarınız olaraq, ailə olaraq, insanlardan dəyər gözləntiniz həddən artıq çox olacaq. Həftənin ortalarına doğru özünüzü stabilləşdirib, həftənin sonlarına doğru isə aqressiyanız normadan çox olacaq. Çünki həftə boyu gözləntilərinizi istədiyiniz şəkildə əldə edə bilməyəcəksiniz və həftənin sonlarına doğru sizdə qərarsızlıq, düşünmədən danışdığınız sözlərə görə bəzi nüanslarda peşmançılıq, bəzi insanlardan gözlədiyiniz addım və hərəkətlərin aktivliyi olmadığı üçün özünüzü tam yüksək səviyyədə aktivləşdirə bilməyəcəksiniz dolçalar. Amma buna baxmayaraq, belə deyim də, öz gücünüzü, öz idarənizi, öz ruzu, bərəkətinizi son, belə deyim də, saniyəyə qədər belə deyim, necə başa salım sizə, mübarizənizi aparmağa çalışacaqsınız. Ən böyük problem bilirsiniz burada nədir? Gözləntilərinizin həyata keçməməsi. Bu həftə dolçalar istədiyiniz zamanda həyata keçirə bilmədiyiniz üçün hər şey yarımçıqda qalması sizin enerjilərinizin boşluğa doğru getməsinə səbəb olacaq. Sağlamlıqla əlaqədar olaraq qəbul etdiyiniz qidalar və qəbul etdiyiniz mayeləri ciddi şəkildə fikir verməlisiniz. Çünki mədə-bağırsaq sisteminizdə ciddi həm allergik fonunda, həm mədə-bağırsaq sisteminizdə narahatçılıqların aktivləşməsinə səbəb olacaq dolçalar. Və xoşuma gəlməyən nüans bilirsiniz nədir? Bədəninizin soyuqlama vəziyyəti bu normal deyil. Bunu biraz sabitləməlisiniz. Çünki bədəninizin xüsusi yerlərində belə deyim də xoşunuza gəlməyən tutulmalar normadan çox olacaq dolçalar. 73%-ə qədər həftənizi uğurlu edə bilərsiniz əslində. Əkizlərə gələndə isə əkizlər bu həftənin, belə deyim də, 7 oktyabrdan bilirsiniz ki, yeni dövrə başlayırsınız. Bu həftənin yarısından başlayaraq özünüzü kəşf etmə zamanıdır. Sadəcə bu həftə hər kəsə qarşı əkizlər şübhəviz normadan çoxdur. Yəni o qədər şübhəcil olacaqsınız. Yəni təsəvvür eləyə bilməyəcəyiniz hər bir şey, olan hadisə, olan söz, deyilən bir hərəkət və ya belə deyim, olunan bir hərəkət, hər şey sizdə şübhə yaradacaq və insanlara qarşı bu həftə çox bivec olacaqsınız. Yəni insanlar danışır, külək kimi qəbul edəcəksiniz, insanların hərəkətlərini boş qəbul edəcəksiniz və bu həftə xəyanət, yalan, yarımçılıq həddən artıq sizin ətrafınızda çoxdur. Həm siz edə bilərsiniz, həm də sizə oluna bilər əkizlər. Bu həftə sosiallığınızı çox artırmalısınız. Bu həftə bacardığınız qədər mühitləri dəyişməlisiniz. Yeni sosiallıq, yeni insanlar, yeni mühit və bu həftə həftənin sonlarına doğru sanki sizi əlin içində saxlayacaq insanlar peyda olacaq. Sanki necə başa salım sizə, dəyərli olduğunuzu, vacib olduğunuzu göstərən hadisələr, insanların aktivliyi ətrafınızda çox olacaq. Çoxdan da yadınızdan çıxardan dostlar, tanışlar, ətrafınızın ailə üzvlərinə kimlərsə həyatınıza yenidən qəbul olunacaq və onlara yenidən şans verməyə başlayacaqsınız əkizlər. Ümumi dəyərləndirsə beynimizin içərisində sakit olmamasına baxmayaraq hər şeyi stabilləşdirməyə çox gözəl şəkildə başlayacaqsınız. Həftənin 3-cü günündən cümə axşamından başlayaraq özünüzü tam toparlayacaqsınız əkizlər. 81%-ə qədər həftəniz uğurludur. Tərəzilər yenə keçmişə qayıdırıq. Tərəzilər keçmişə qayıtdığı zaman balansını itirir. Belə deyim də, çox çətinliklə balansınızı, mübadilənizi başlayırıq. Siz isə balansınızı itirirsiniz. Keçmişdən gələn yarımçıqlar, keçmişdən gələn boşluqlar, qərarsızlığınız, gizli qalmış nüanslar, gizlənmələriniz, özünüzün borc kreditlə əlaqədar olan bütün problemləriniz, hər şey vulkan püskürməsi kimi başlayır, tərəzilər. Bu həftənin bəlkə də ən uğursuz insanlardan biri siz ola bilərsiniz. Sizi stabilləşdirmək, sizi uğura doğru aparmaq çox çətin məsələdir. Çünki siz belə deyim də 12 bürcün içərisində 4-cü, 5-ci sıradasınız ki, şanslı olduğunuzu kəşf eləmirsiniz. Amma şanslı bir bürcsüz. Keçmişin problemlərinə əlaqədar olaraq hər şeydən küskünlüyünüz, hər şeydən uzaqlaşmağınız sizin balansınızı sıfırlaşdıracaq. Bacardığınız qədər şəxsiyyətlə çox fikir verin. Çünki bu həftə şəxsiyyətlə əlaqədar qarşı tərəfin partnyorun sizə qarşı belə deyim də narazıçılığı, sizin ona qarşı soyuqluğunuz hamısı bir-birinə qarışacaq və kaşa vəziyyətində olacaqsınız. Bütün hadisələrdən qaçmağınız çarə deyil. Bunun bir balaca düzəltməlisiniz tərəzilər. Çünki bu həftə belə deyim də, dizinizi yerə qoyacaqsınız ki, mən artıq yoruldum, tab gətirə bilmirəm, deyingənliyiniz, özünüzü gücsüzləşdirməyiniz, bunların hamısı sizin balansınızı zəiflədəcək. Ayın 9-undan sonra bir balaca 9-undan 11-i aralığında bir balaca həm sağlamlıq olaraq, həm də özünüzün bədənsel sağlamlığınızı, bədənsel enerjinizi, ruhsal enerjinizi stabilləşdirə bilməyəcəyiniz bir zamanda həmin zamandan özünüzü qorusaz.
68-69%-ə qədər həftəvizi uğurlu edə bilərsiniz əslində tərəzilər.